Bugün may ayının 6-sında Əminlər şirkətinin təşəbbüsü ilə Əminlər şirkətinin rəhbəri hörmətli Məmməd müəllimin təşəbbüsü ilə Sabirabadda Mərkəzi Xəstəxanada qan vermə aksiyası keçirilir. Aksiyanın əsas məqsədi talasemiyalı xəstələri, xüsusən də talasemiyalı uşaqları qorumaq, onların qan problemləri həll üçündür. Məqsəd əsasən bu yöndədir. Çox nəzif bir təşəbbüsdür. Hal-hazırda Əminlər şirkətinin işçiləri gördüyümüz kimi kütləvi şəkildə qan vermə aksiyasına qoşulublar. Hesab edirik ki, bugünkü aksiyamız ilkin başlanğıcıdır, hal-hazırda bu yüksək şəkildə də davam edəcək. Şirkətin əməkdaşları kifayət qədər gəlirlər və gün ərzində də bu gəliş davam edəcək. Şirkət işçiləri, şirkət əməkdaşlar, satıcılar, digər fəhlələr, şirkətin bütün əməkdaşları öz təşəbbüsləri ilə, öz könüllü təşəbbüsləri ilə bu işə qoşulublar, qan vermədə iştirak edirlər. Mən də şirkətin işçisi olaraq gələn bütün əməkdaşlara öz təşəkkürümü bildirirəm. Şirkətin rəhbəri Məmməd müəllim çox böyük, nəzif iş görür və bu işdə Məmməd müəllimə uğurlar arzulayıram. Sabirabad cəmaatı görülən işləri hamısını, bütün bu işləri görür, bütün bu təşəbbüsləri görür. Bugünkü nəzif işimizdə xalqa xidmət, məxsusən talasemiyalı uşaqların qorunması və digər qana ehtiyacı olan qrupların problemlərin həlli üçündür. Hesab edirəm ki, təşəbbüs kifayət qədər əhəmiyyətli və Respublika üçün, ölkəmiz üçün lazımlı bir şeydir. Təşəkkür edirəm hamıya, gələnlərin hamısına və rəhbərliyə. Çox sağ olun.